Bu gözəl Gülçək qızı tanımayanınız yoxdur məncə. Necəsiniz? Xoş gəlmisiniz. Çox təşəkkür edirəm. Xoş gəldiniz. Deməli, Vəfa xanıma 20 gün olardı. 20 gün öncə qəşəng botoks eləmişik. Full botoks, magic botoks. Ondan sonra qəşəng üz incəltmələr eləmişik. Üzün aşağı üçdə birinin incəldilməsi və liftingi, masiyata proseduru eləmişik. Nə komplimentlər eşitdiniz? Özümdə, mən əslində özüm kompleksliyəm. Nədən kompleksliydim ən son? Üzümün böyük olmağı məni narahat edirdi və bunun ətrafında mənə deyirdi. Mən gəldim ki, Reyna xanım, sizdə kimi balaca üz istəyirəm. Bu dəfə biraz da incəldəcəyik, səhv etmirəmsə. Yaxşıdır ki, kənardan xanımlardan da eşidirəm ki, artıq hər dəfə balacalaşdı, köhnə üzvə qayıdırsan. Bilməm nədən olmuşdu, nəyi yanlış eləmişdim. Üzümdə biraz şiş görünürdü, böyük görünürdü. Bəzən səhər oyanırdım, çox su yolurdum, bilmirəm nə olurdu. Amma şükür Allah'a keçdi, getdi Allah. Şükür. Bugün həm də masiyatın korreksiyasını eləyəcəyik. Allah razı Reyna xanım. Bir də digər prosedurlar. İndi prosedurları da çəkib paylaşacağıq. İnşallah.